Salam, hər birinizi xoş gördük. Bu dərsimdə mən sizə əbob və əkobun fiqurlara tətbiqi ilə bağlı məsələlər həlli çatdıracağam. Biz məsələ həll edəndə bizə çox rast gəlinir. Məsələn, deyir, tərəfləri verilmiş bir düzbucaqlıdır. Bunun daxilinə eyni ölçülü neçə kvadrat yerləşdirə bilərik və yaxud da əksinə kvadrat verib daxilinə neçə düzbucaqlı yerləşdirmək olar. Nə bilim, kvadrat və düzbucaqlı formalı bir bağ sahəsidir. Nə bilim, onun ətrafına bərabər sayda neçə dirək yerləşdirmək olar, ən azı bax bu şəkildə məsələlərdən danışacağıq. Birinci, bunu praktik usulla birbaşa deyirəm, çünki çox istifadə edilir. İzahını da deyəcəm məsələnin içində. Birinci tip bu şəkildədir. Hər hansı bir düzbucaqlı verilir. Düzbucaqlı və bu düzbucaqlının tərəfləri A və B-dir. Düzbucaqlının tərəfləri A və B-dir. Bizə deyir ki, bu düzbucaqlının tərəfləri A və B, bunun daxilində eyni ölçülü neçə kvadrat yerləşdirmək olar və yaxud da bu sahəni, məsələn, kafelləmək lazımdır. Kvadrat formalı neçə kafel burada yerləşdirmək olar. Bu tip məsələlərdə say bərabər, o sayı mən də n-dən işarə edəcəm. N bərabərdir. Düzbucaqlı verir, tərəfləri A və B-dir. Bura kvadrat formalı eyni ölçülü neçə kafel yerləşdirmək olar? Qayda bu şəkildədir. N bərabərdir. N bərabərdir. Surətdə olur A vura B, məxrəcdə olur əbob AB-nin kvadratı. Əbob AB-nin kvadratı. Vəssalam. Bu tip məsələlər bu şəkildə həll olunur. Dərhal keçirəm bir məsələyə. Baxaq. Ölçüləri 84, bax məsələ. Sizə ən çox rast gəlinən məsələ tipləridir. Topluda falan çox rast gəlinir. Ölçüləri 84 və 180 metr olan düzbucaqlı şəklində bir sahəyə kvadrat formalı kafellər döşənir. Ən az neçə kvadrat lazım olacaq? Bu şəkildə. Ölçülər 84 və 180. İstəyirsiniz düzbucaqlını da çəkək. 84, 180. 84, 180. Neçə kvadrat lazım olacaq? N bərabərdir. Qayda dedim nədir? Surətdə bunların hasilidir. 84 vurulsun 180. Məxrəcdə isə əbob 84 180-in kvadratı. Biz bunları hesablamayacağıq. Buna vaxt itirməyək də. Burada cavab hazır, cavab variantları var. Bax bu şəkildə 84-ü vuracam 180-ə, böləcəm bunların əbobunun kvadratına. Burada da cavab 105-dir. Yəni 105 sayda belə kvadrat lazım olacaq. İkinci məsələ tipi. Diqqət. İkinci məsələ tipi bu şəkildədir. İkinci məsələ tipi əksinə kvadrat verilib. Hər hansı bir kvadrat verilib bizə. Deyir ki, bu kvadratın daxilinə ölçüləri A və B olan düzbucaqlıdan neçə dənə yerləşdirə bilərik? Və yaxud da ki, bir kvadrat formalı bir sahədir. Parketləyirik və yaxud da kafel vururuq ora düzbucaqlı şəklində. Bunlardan neçəsi ora gedər? O sahəyə. N bərabərdir. Burada qayda belədir. Əkob surətdə olur. Əkob AB-nin kvadratı, məxrəcdə olur A vura B. Bax bu şəkildə. Dərhal bir məsələ tipi. Ölçüləri 18-30 olan bir düzbucaqlıdan ən az neçə dənə sizə bir kvadrat əmələ gətirmək olar. Ölçüləri 18 və 30 olan düzbucaqlılardan ən azı neçəsi ilə bir kvadrat əmələ gətirmək olar. Eyni şeydir də. Bu kvadratdır, bu neçə düzbucaqlı bura yerləşir. Ölçülər var bizdə. 18, 30. Onda n bərabərdir. Surətdə olacaq əkob kvadrat 18, 30. Məxrəcdə olacaq bunların hasili. 18 vurulsun 30. Sadə hesablamadır. 15 sayda. Yenə deyirəm, mən bunu bu hesablama hissəsində qalmıram da bu məsələni
həll etmək istəyən gərək Əkob əbobu bilməlidir də. Bu da belə. Növbəti məsələ tipi. Növbəti məsələ tipi, üçüncü məsələ tipi deyim nə ona. Bu tip məsələlərdə çox rast gəlinir, topluda da var. Düzbucaqlı verilir, ölçüləri verilmiş bir düzbucaqlıdır. Deyir, onun ətrafına bərabər məsafədə ağaclar əkilir. Ən az neçə ağac lazımdır? Bir düzbucaqlı götürək. Onun ölçüləri olsun AB. Ölçüləri AB olsun. Bərabər sayda burada ağaclar əkilir kənarlarına. Bir bağ sahəsi deyək, nə bilim. Ən az sayda neçə ağac əkmək olar? Qayda belədir. N bərabərdir. Düzbucaqlının perimetri bölünür əbob AB-yə. Vəssalam. Düzbucaqlının perimetrini bölürük əbob AB-yə. Bax, mən əvvəldə də qeyd etdim. Bunların izahı da var. Elə də çətin izah da yoxdur. Niyə əboba bölürük? Məsələn, sual ola bilər də. Axı, ən az ağac olması üçün uşaqlar, diqqət, ən az ağac olması üçün gərək, bax, sən təsəvvür elə bir əkin sahəsinin ətrafına ağac yerləşdirirsən. Ağacların sayı az olması üçün gərək məsafələr böyük olmalıdır. Məsafə böyük olursa, biz burada əbob götürürük ki, sonra P-də əboba bölüb tapırıq da, ona görə. Bu belə. İndi bir nümunəyə baxaq. Ölçüləri 36 və 60 metr olan bir bağçanın ətrafına bərabər uzaqlıqda ən az neçə ağac əkə bilərik? Ölçüləri 36 və 60 olan düzbucaqlı. Həmin o say bərabərdir. Ölçülər verib 36 və 60. 36, 60. 36 və 60 olan düzbucaqlı şəklində bir sahənin ətrafına bərabər uzaqlıqda ən az neçə ağac əkilə bilər? N bərabərdir. Qaydaya görə perimetr, yəni düzbucaqlının perimetri 2 vuraq 36 üstə gəl 60 bölünsün əbob 36 60 əbob 36 60 bərabərdir. Sadə hesablamadır. Burada cavab variantı qeyd olunub 16. Aydın oldu. Bu belə. Növbəti bir məsələ tipi dördüncü məsələ tipi diqqət. Dördüncü məsələ tipi bu şəkildə. Burada artıq belə deyir. Bir düzbucaqlı verilib. Ölçüləri A və B-dir. Deyir ki, bu düzbucaqlı şəklində bir bağçanın həm qıraqlarına, həm də içərisinə bərabər məsafələrdə ən az neçə ağac əkilə bilər? Orada qayda belədir. N bərabərdir. A bölünsün əbob AB. Əbob AB üstə gəl 1 vurulsun B bölünsün əbob AB üstə gəl 1. Bax bu şəkildə. Ölçülər məlumdur. Burada sadəcə deyir ki, qıraqlarına bir də içərisinə bərabər məsafədə ən az neçə ağac. N bərabər A-nı bölürəm bunların əbobuna, üstə gəl 1, B-ni bölürəm bunların əbobuna, üstə gəl 1. Dərhal bir məsələ tipinə baxaq. Baxaq da. Ölçüləri 24 və 30 metr olan düzbucaqlı şəklində bir bağçanın ətrafına və içinə bərabər uzaqlıqda ən azı neçə ağac əkilə bilər? Ölçülər bizdə 24 və 30-dur. 24 və 30. Qaydaya görə N bərabərdir. A bölünsün. Ölçülər A və B-dir də. 24 bölünsün. Əbob 24, 36. 24, 36. 36 yox, 30. Üstə gəl 1. Vurulsun. 30 bölünsün. Əbob 24, 30. Üstə gəl 1. Bax bu şəkildə. 24'ü böldüm əbob. 24, 30 üstə gəl 1. 30'u böldüm. 24, 30 üstə gəl 1. Yenə sadə hesablamadır. Test tapşırığının doğru cavabı oldu 30. Növbəti. Növbəti kub və düzbucaqlı paralelepipedlə bağlı. Bunları hələ bir yerdə deyirəm.
Bax, bunları ayırıram bir yerə. Birinci, ölçüləri ABC olan bir düzbucaqlı paralelipiped götürək və yaxud da ki, oturacağı dördbucaqlı olan bir düz prizma. Düzbucaqlı olan daha doğrusu. Ölçüləri ABC olan düzbucaqlı paralelipiped götürək. Bunun daxilində kublar, bərabər ölçülü kublar yerləşdirilir. Neçə belə kub ola bilər? Qaydası belədir. N bərabərdir. A vurulsun, B vurulsun, C bölünsün. EBOB AB'nin kubu. EBOB AB'nin, ABC'nin kubu. Aydın oldu. Sürətdə olur ABC. Məxrəcdə olur EBOB ABC'nin kubu. İkinci, burada bax, paralelipiped verilir ha, birinci. Birdən desək, yəni burada paralelipiped daxilinə kublar yerləşdir. Bir də ikinci, kubun daxilində neçə paralelipiped söhbəti olsa, n bərabərdir. Sürətdə olur EKOB ABC'nin kubu. ABC'nin kubu. Məxrəcdə olur bunların hasili. Məxrəcdə olur A vuraq, B vuraq, C. Vaxt itirmədən dərhal bir məsələ yazın. Məsələmiz bu şəkildə. Deyir ki, ölçüləri 4, 6 və 9 olan, ölçüləri 4, 6 və 9 olan düzbucaqlı prizmalardan ən az neçəsi ilə bir kub əldə edilə bilər. Artıq düzbucaqlı prizma paralelipipedin içinə yerləşdirilir. Onda o say bərabərdir. Dedim ki, sürətdə nə olur? Bunların hasili. Məxrəcdə bunların EBOB-unun kubu 4, 6, 9. Sadə hesablamadır. Burada hesablamışıq. Səhv yazmadı. Burada bir dəqiqə. Ölçüləri 4, 6 və 9 olan düzbucaqlı ən az neçəsi ilə bir kub. Diqqət. Görürsünüz, elə burada səhv eləməyimiz də yaxşıdır ki, bir dəfə də bunu araşdırdıq. Bir dəfə də təkrarlayaq bunu. Diqqətsizlik. Deyirəm axı, niyə belə alındı? Biz bunu günorta uşaqlarla həll etmişik. Məsələn, bir daha oxuyuram. Ölçüləri 4, 6 və 9 olan düz prizmalardan ən az neçəsi ilə kub əldə edilir. Ən az neçəsi ilə kub əldə edilir. Artıq kubu düzəldirsən burada. Onda n bərabərdir. Sürətdə olur kub. Sürətdə olur EKOB 4, 6, 9 kub əmələ gəlir. Kubu. Məxrəcdə olur bunların hasili. 4 vuraq, 6 vuraq, 9. Bu şəkildə. İndi test tapşırığının da doğru cavabı oldu 216. 216 dənə olur.